Yeni bir gündən hər kəsə salamlar. Necəsiz xanımlar? İnşallah ki, yaxşı olarsınız. Çox şükür. Bizdə də yaxşılıqdır. Axşam qonaqlarım var idi. Bacım gəlmişdi. Stəkanları yumuşdum axşamdan. Düzdür, nəlbəkilərin bəzilərində su var. Deyirəm bunları yığım, yığışdırım. Bir də ki, gətirdiyim turşunu, xala mənə turşu qoymuşdu. Gətirdiyim turşunu qoymuşdum bunun içərisinə. O qutardı. Bunu da qoymayana. Belə saxlayıram dondurma qablarını. Biz belə böyüyünü almırıq. Qardaşım gələndə bu boyda böyüyünü almışdı. Bizdəkilər balaca olur. Ona görə bunu saxladım. Qabını ki, nəsə qoyaram içərisinə. İndi turşu ilə doldurmuşdum. Çıxartdım, az qalmışdı. Turşu qoydum onu bankanın içərisinə. Dedim qalsın orada. Üstü geniş olanda çox küflənir üstü. Mən ürgənmişəm də kənddən turşu gəlsin. O da nəyə görə? Kənddən bir dənə böyük kələm gətirmişdim. Belə bu boydaydı. Xala qoymuşdu. Böyükdü. Onu mən dünən axşam pişirdim. Bunun qapağı hanı? Sizlə danışa da bunun qapağını axtarıram. Görüm hanı. Hə, onu mən dünən axşam qızartdım. Kələm qızartması elədim. Sarımsaqlı qatıqla onu yedik. Yarısı qaldı. Onu mən hamısını turşu eləsəydim, onun bizdə turşu elə çox deyilmir. Balaca belə bir dənə, məsəl üçün bu boyda qabla bir qoyuram. İçərisində bunun hələ qalır. Çünki uşaqlar heç turşu yemir. Bizdə yoldaşım da çalışır ki, az yesin. Mən də az yeyirəm. Böyük kələmə qoyuram turşu. Onun axırına biz gəlib çatana qədər üstündən o qədər vaxt keçmiş olur ki, altı yumşalmış olur. Nə qədər duz da töksəm, altı yumşalmış olur. Ona görə çalışıram ki, turşu qoymuyorum. Çünki heyfim gəlir. Altı tamam yumuşalır. Turşu üstüne qalır. Pişik yatıb orada. Baxın aynanı nə günə salıb. Dünən uşaqlar buradan elədi. Sürtüb özünü. Buranı da açan kimi oyanır. Buradan Eliyə salam olsun. Deyir o sizin qapıda yatırsa deməli sizin pişikdir. Deyirəm yox, mənim boynuma qoyma, mənim pişiyim deyil bu. Amma yatır orada, burada özü üçün. Qızlar, hava da belədir. Sanki yağdı, yağacaq. Görürsünüz necə tutqundur. Hətta yağır, püsək var, əməlli başlı püsək var. Belə görünmür. Amma gördüm ki, püsək var. Buraları təmizləyim. Söndürdüm elə şeyi. Stəkanları yuydum. Dünəndən şey qalıb, birazca kələm qızartması qoyum onda o yana. Daha soydududa yer yox idi. Rayondan gələndə soydududa yer olmur. Daha yumurtadır, nə bilim turşudur, odur, budur yığmışam. Bir gözündə tamam mənim tort ləvazimatlarım tutubdur. Malakolarımdır, jelilərimdir. Nə bilim şokoladdır. O bir xeylaq yerini qaymaq zaddır, onlar tutub. Yer olmadı, qoymadım. Bunu qoyum kənara. Onsuz ev elə də isti olmur. Yəni xarab olası deyil. Yoxsa çocuk balaca qabda qoyardım. Qızlar, bilirsiniz də neçə gündür, neçə gün idi mən video çəkə bilmirdim. Məlum məsələlərə görə daim rəhmətə getmişdi, başımız qarışmışdı. Video çəkə bilmirdim. Mənim bir dənə gözəl balaca izləyicim var. Həmid. Buradan onu da salam söyləyirəm. Qohumdur, əslində uzaq qohumdur. Bir dəfə ad gününə də getmişdik. Sizə çəkmişdim deyəsən. Qarasanlıda yaşayır. Buradan Həmidə salamlar söyləyirəm. Hər gün mənim oturub vloglarımı izləyir. Hətta deyiblər ki, hər gün olsa daha yaxşı olar. Dedim ki, hər gün çəkib çatdıra bilmirəm də. Nəsə mövzu yoxdur çəkməyə. Gərək nəsə olsun ki, bir maraqlı vlog alınsın. Buradan Həmidi öpürəm, salam söyləyirəm. İkinci ilə gəldik universitetə. Buralar geçək bəziyiblər. Yeni il abu havası bilinir. Biz tərəfə hələ yeni il gəlməyib. Nə geçəkdinci? Hər rəngdən bir yolka. Axşamı vapşı gözəl görünər ışıqları. Bugün həmişəsi kimi 5-ci gündür. Atası gedib saat 10'dur. Ona görə incini mən gətirdim. Avtobus uzaq keçir. Geldim telefonum. Kredisini dönüyor.
Telefonun pulunu ödədim. Dedim gəlmişkən bunlar gözümə çarpdı. Bir girim Baku Electronics'in yeni il üçün olan suvenirlərini, nə bilim, bəzəklərini də sizin üçün çəkim. Qızlar, gördüyünüz belə qəşəng suvenirlər var idi. Şaxta babalar var idi. Cipsdən idi. 20 neçə manat idi götürüb baxdığım şaxta baba. Sonra bunlar var idi. 50%də indirim qoymuşdular. Digər mağazalarda bunları görürdüm, bilmirdim Baku Electronics'də də var. Düzü gərək elə almaq fikrim yox idi. Çünki bunlara 50 manat, 50 neçə manat, 30 manat vermək fikrim yoxdur. Burada da bir dənə balaca yolkalar var. Sadəcə maraqlı gəlir də, rəngarəngdə adam özü baxdıqca da ürəyi açılır. Belə divanın üstü üçün döşəkçələr qoymuşdular, adyal qoymuşdular. Amma onu deyim ki, adyalın yumuşaqlığı super idi. Bunlar var idi. Sonra qapı bəzəkləri var idi. Nə bilim, yenə yeni il üçün yolka oyuncaqları idi. Qapı süsü idi. Adam baxdıqca heyran olurdu. O qədər gözəl parıldayırlar, o qədər gözəl görünürlər ki, adam istəyir elə hamısını alsın. Amma almadım. Çıxdım, getdim işimin arxasınca. Qızlar, oradan qabaqda Əcəmiyə getmişdim. Əcəmidə də ki, sizin üçün çarşını çəkdim. Mən istifadə elədim, video çəkmək üçün elədiyim bu patstavkalardan var. Yeni il üçün belə şeylər gətiriblər. Bunlardan xoşum gəldi. Bunlardan götürdüm. Balacalar 50 qəpik, böyüklər 1 manat idi. Yenə yaşıl yolkalar var idi. Yaşıl belə budaqlar var idi. 2 manat 50 qəpiyə. Abadoklar var idi. Yeni il atributları var idi. Bunlardan xoşum gəldi dediyim kimi. Dedim bunlardan götürüm, mətbəxə qoyaram. Gördüyünüz kimi yeni ilə aid demək olar ki, hər şeyi gətiriblər. Balaca, böyük oyuncaqlar var. Amma mən xoşlayıram yolkanın üzərində lap böyük oyuncaqlar olsun. Az olsun, amma böyük olsun. Belə şaxta baba var idi. Uşaqlar üçün hədiyyəlik. Belə işıqlar var idi, şamlar var idi. Bunlar da qəşəng görünürdü. Dedim mi, Əcəmidədir bu mağaza, çarşı mağazasıdır. İncini koydum, oradan keçdim Əcəmiyə. Orada biraz işim var idi. Gəlmişkən həmişə bu mağazaya girirəm, sizin üçün də çəkim dedim. Bilmirəm, görmüsünüzmü, trend olan tortlar var çaşqanın içərisində. Məncə çox kreativ bir hədiyyə növüdür. Həm fincan hədiyyə eləyirsən, həm içərisində tort olur. Dedim, görüm o fincanlardan varmı? Olsa almaq fikrim var idi. Düzü gərək yeni il üçün var idi fincanlar. Ya belə dəst şəklində var idi. Amma ki, mən istədiyim kimi bəzəkliləri yox idi. Bilmirəm, yeni ildə o stəkanların içərisində o da trend olacaqmı? Amma belə yeni il üçün var idi. Mən istəyən kimi qeyri-adiləri yox idi. Yenə bu tərəfə keçdim. Dedim, gəlmişkən bunlardan götürüm. Qərarsız idim, alım, almayım. Mənim gülümün biri yeni il abu havasındadır. Dəzgaha qoyduğum. Amma ki, sonra qərar verdim ki, yox, bunlardan da götürüm. Payız temasında axtardığım bu balqabaqlardan var idi. Düzü gərək qiyməti yox idi üzərində. Belə də ki, qab formasındaydı. Yəni dəzgaha qoyulası deyil deyə. Çox elə həvəs eləmədim. Həm də ki, vaxtı keçib. Sonra bu tərəflərə baxdıqda bu qazanlar da var idi. Qəşəng görünürdü. Amma ki, bunların da hələ ki qiyməti vurulmamışdı. Belə fincan var idi. Bu da çox böyük idi ölçüsü. Ona görə götürmədim. Xoşlayıram mən balaca fincan olsun. Çünki çayı içib qutara bilmirəm. Yarımçıq qalır. Amma o yeni il üçün olan çox gözəl idi. Belə digər fincanlar var. Fərqli fincanlar var burada. Çoxsu da uşaqlar üçündür. Qazanlar da çox şirin görünür. Amma mən çox balqabaqlı xoşuma gəlir. Nəhayət ki, bu tərəf boşaldı. Mağazanı belə sizə tam olaraq da çəkdim. Qızlar, bunlara baxın. Çox gözəldilər. Amma almadım. Bəlkə də növbəti balqabaq fəslində peşman olacağım. Amma almadım. 4 manat idi. Bunlar da çox qəşəng görünürdü. Hələ o balqabaqla armud üçün. Yoxsa armud deyildi. Yox, o da ağ balqabaq idi. Ürəyim getdi. Amma mövsümü keçdiyi üçün almadım. Heç birini götürmədim. Bu da mağazanın ümumi görünüşü. Qəşəng cürbəcür qablar var, sunumluqlar.
Pinterest qabları, indi modda olan Pinterest qablarından var. Qəşəngdir. Yəni bu mağaza xoşuma gəlir. Adam da həmişə çox olur, adam çəkə bilmir. İndi heç kim yoxkən dedim bir sizə də çəkim. Qəşəng ayaq altıları var, cürbəcür. Burada klyonkanın qiymətindən maraqlanıram. Çünki mətbəxdəki klyonkanı dəyişmək istəyirəm. Yoldaşım da deyir ki, lazım deyil. Dəyişmə. Onsuzdan dəyişsən, o birisi də deyir bir aya eyni günə düşür. Klyonkalara baxdım. Belə sabun qabları var idi. Bunlara baxdım ki, məndə Moykanın yanına qab yemək üçün nətər olar. Xoşum gəldi, qəşəng idilər. Bir sözlə bu mağazada ancaq adamın xoşuna gələn şeylər var. Bu duzluqlara baxın, ağ rəng olanlara, taxtanın üzərindəkilərə, onlar da çox qəşəng idi. Saxlama qabları var, çox şirin. Belə burada da yenə taxta qaşıqlar, silikon qaşıqlar var. İncini qoydum, keçdim Əcəmiyə. Orada işim var idi biraz, onu həll elədik. Oradan da bir iki şey aldım. Orada da video çəkmişdim. Yəqin ki bundan sonraya qoyaram. Gəldim Pasyolkaya, daha doğrusu keçdim Baku Elektroniksə. Telefonun pulunu ödədim. Kartda pulu yox idi. Dedim elə də 1-2 gün qalıbdı. Ödüm, bir də karta vur. Oradan ora vur. Keçdim, ödədim. Gəldim Pasyolkada da düşdüm qızlar. İnanırsınız hesablayıram təkcə avtobuslara 55 manat pul vermişəm. 4 manat 80 qəpik. Hələ inci o gün deyir ki, mama deyirlər avtobuslar 1 manat olacaq. Dəhşətdir. Qiymətlər qalxa gedir. Eşitmişəm ki, işləməyənlər ayda 16 manat tibbə sığorta pulu keçirtməlidir. Görək axırımız nə olur. Gəldim, oradan da alası şeylər vardı Pasyolkadan. Onları aldım. İndi də 11 nömrə gedirəm evə. Pasyolkadan yaxındır. Avtobusa minəndə də özümə nervlənirəm ki, buradan buraya avtobusa mindim. Ona görə ayaqla gedirik evə. Gəldim evə, amma gəldikdən sonra bir dənə sifariş gəldi. Gərək yenə gedim. Aldıqlarımı sizə göstərim. Götürmüşdüm balası bir dənə. Çarşıdan belə bir dənə yeni gülləri deyim də aksesuarları götürdüm. Hərəsi 1 manat idi. Bir də ki 2 dənə belə qızılı götürdüm. Qızılı parıldayan olanda özümü saxlaya bilmirəm. Bunları götürdüm. Belə fikirləşdim ki bura qoyaram. Bunun içinə ya da gəlin içərisinə qoyaram. Burada etiketlərini də çıxartmadım, üstündə qaldı. Elə şey oldu məncə. Onu da şkafa qoyum. Şirin biber götürdüm, dedim soyuducuya ataram. Yeməklərə qatanda yaxşı dadı. Bir də ət götürmüşdüm biber. Başqa heç şey götürmədim. Pasyolkadan aldıqlarım bunlar oldu. Kızlar gəldim evə. Gələn kimi də birinci iş getdim üzümün makyajını yudum. Məndə belə bir xasiyyət var. Üzüm qurudu deyə, dərim dartılır deyə, danışa bilmədim. Dərim dartılır deyə gələn kimi birinci üzümün makyajını silirəm. Çünki elə bilirəm ki, dərimi dartırlar, dərim nəfəs almır. Onu sildim. Sildim deyəndə getdim qəşəng makyaj təmizləyici ilə yudum. İndi də müştəri yazdı ki, sabaha tort istəyir. Birinci fikirləşdim ki, yoldaşıma deyərəm, alar gətirər korobkanı, digər şeyləri. Sonra şəkil istədi tortun üzərinə. Yeyilməli şəkil olmalıdır şəkər xəmirindən. Ona görə məcbur özüm getməliyəm. Amma ki, bayırdan deyim də, bayırdan evə gəlib yenidən çıxmaq ən zəhləm gedən şeydir. Saçımı da qəşəng yığdım gələn kimi. Səhər gedəndə okladka eləmişdim. Saçımı da yığdım. Nə bilim, axır hər şeyi üstündən keçdim ki, da evdəyim, ev halıdır. Amma sifariş gəldi. Olsun, tək sifariş olsun, neçə vaxtdır
rayondayım deyə bütün sifarişləri geri çevirmişəm. Bacınızın pulu qalmayıb. İndi gedim onu alım, götürüm. Vişnə dolğulu bananlı istədi xanım, bir də üstünün şəkili var. Ondan ötürü də mütləq mən özüm azadlığa getməliyəm. İstəmirəm üzümə nəsə çəkim, amma ki gözümün kənarında ləkələr var. Deyəsən mən lazerə gedəndən sonra düşdü bu ləkələr. Çünki əvvəl yox idi, belə gözümün kənarında melizma deyirlər, nə deyirlər, o ləkələrdən var. Bir ara bacımla fikirləşdik ki, götürək, sonra təmizlədək yüzümüzü. Sonra araya o qədər şey girdi ki, mən getdim ora bura. Yay idi biz fikirləşəndə. Sonra dedik ki, yayda deyir ki, günəşdən qorumalısan da. Yayda təmizlətsək, yenidən günəş ləkələyər, payıza qalsın, qışdır, amma biz hələ keçinə eləməmişik. Üzümə də heç nə çəkmək istəmirəm. Qalsın elə belə olduğu kimi. Neyim? Bir dənə saçım açım, əynimi dəyişdim, çıxım gedim. Getdim tort ləvazimatlarına, gəldim. Bir dənə belə pralin götürdüm, şokolad sosu. Bir dənə jeli götürdüm. Vişnə dolğusu olmadı, məcbur jelesini götürdüm. Həmişəki kimi Muki, bunu da qiymətini qaldırıblar, 6.20 olubdu. Bir dənə bundan götürdüm. Bir ara yox idi, yenidən gəlib. Tortu bananlı istədi, banan götürdüm. 3 dənə. Bir də ki, şokoladım qutarmışdı, belə şokolad götürdüm bu boyda. Hamı yatıb. Məndə də belə bir xasiyyət var da. Gözləyirəm hamı yatsın, sonra hazırlayım. Saat 12:23:51 dəqiq deyim. Tortumuz bananlı, şokoladlı və vişnə sosludur. Hazırlayıram. Dedim bir sizin üçün də çəkim. Instagram üçün, TikTok üçün çəkirdim. Sizin üçün də çəkim. Kremləyirəm. Krem yenə Muki aldım. Muki gəlmişdi. Bu tərəfində həmçinin. Burada da suyum var. Azalıbdı. Gərək biraz daha hazırlayayım. Aralarını yaşlamaqdan ötürü. Qızlar, bilirsiniz də bunu hər dəfə deyirəm. Çox adam var deyir ki, mənim biskvitim yumuşaq çıxır. Onun arasını sulamağa ehtiyac yoxdur. O yumuşaqlıq üçün deyil. Arasını tortun sulamayanda, şərbətləməyəndə, su deyəndə də pis çıxır. Şərbətləməyəndə tort adamı boğur. Xanım 2 kilo yarım tort istəmişdi. Kampanyamız var. 2 kilo tort sifariş edəndə yarım kilo tort hədiyyədir deyə əlimizi qorxaq alışdırmırıq. Qəşəng polnu, meyvəli, şokoladlı, hətta ekranda biraz seyrək görünür. Amma belə polnudur. Qəşəng hazırladım. Vişnə sosunu da bırax. Əslində meyvəli tort sifariş edəndə bir yarım kilo da şey qoymaq lazımdır. Əlavə nəzərdə tutmaq lazımdır. Çünki meyvəli tortda istər-istəməz ağır gəlir. Ona görə yarım kilo da hədiyyə var deyə polunu qəşəng meyvəliyirəm. Teşekkürler. Etaplı ha. Tamam. Bora. Muito bem.
Şəkər xəmirindən belə bir şəkil çıxartdırmışam. Kənarlarını çəmbərlə 20 sm hesabladım. Kənarlarından xətt çəkdim. Bu xəttin üstündən indi silib nədir? Kəsib bunu götürəcəm. Tortun üzərinə qoyacağım. Tortu da sıvadım. Dünən görmüşdünüz də, yığmışdım bu tortu. Bananlı, şokoladlı. Bir də ki, orada da paltar yüyən işləyir, səsi küyü buralarla birdir. Bir də ki, vişnə jeliydi. Altlarında da bəzəkləri var. Ona görə çox altlarını belə düzləşdirmədim ki, onsuzdan krem tutacaq oralarını da, buralarını da çox vaxt itirmədim onlarla. Bunu kəsim, altına özü boyda şəkər xəmiri yayım, qoyum tortun üzərinə. Suladım bunu. Fırçada biraz kandilim var idi. Buralar zər olubdu, amma eybi yox. Belə şəkili götürdüm. Arxası da su olub. Şəklin də üstünə çıxardığında biraz öz çirneli yayılıb. Bunu aça bilsəm yaxşı olacaq. Bunu da dünəndən çıxartmışdım. Şəkili çıxartdırmışdım. Qoymuşdum elə öz qabında. Bu çörək qabları olur. Çörək qoyulan qablar, təndir çörəkləri. Qabı deyəndə, yəni kağız. Onun içərisində idi. Elə çıxartmadım. Qızlar, burada bunu qoyanda elə hər tərəfli sıvamaq lazımdır ki, arasında havası qalmasın. Arasında havası qaldısa şəkil şişir. Ona görə bunu qəşəng belə hər tərəfli sıvıyırıq. Havalarını kənara çıxardırıq. Heç nə qalmasın. Yoxsa şəkilimiz şişər. Dedim mi bilmirəm, bu şəkər xəmirindəndir. Daha canlı olur deyə bundan çıxartdırdım. Müştəri dedi ki, hansı yaxşıdır, ondan çıxartdıram. Bundan çıxartdırdım. Belə. Bunu da altına şəkər xəmirini özü boyda kəsək. Sonra da elə belə qoyacağım tortun üstünə. Şəkər xəmiri tortun üstünə avtomatik özü yapışır. Onu nəyləsə yapışdırmağa ehtiyac yoxdur. Qoyacağım. Sonra da keçəcəm tortun bəzəklərini, kənarının naxışlarını qoymağa. Sadə ağ tortdur. Kənarlarında şpris başlıqlarından izlər var. Bu tortlardan. Bantikli tortların üstü şəkillisidir də belə deyil. Şəkər xəmirini də qoyuram belə bir salafana. Bunu da ağzını sələhləyirəm. Sonra da bunu da qoyuram öz salafana. Siz nə edirsiniz xanımlar? Siz necəsiz? Bu arada bilmirəm sizə göstərdim mi? Ajiniz özünə dırnaq düzəltdirdi. O da gələn kimi kəsdim orasını, burasını. Əslində mən sıfır çıxıntı istəyirdim. Necə? Baxın, buradan birazca çıxıb. Mən tam dırnağımla, öz dırnağımın üstünə paralel istəyirdim. Amma nə edimsə mən o üstünü başa sala bilmədim ki. Yəni mən çıxıntı istəmirəm də. Tam əlimin üstündə istəyirəm. Belə paralel olsun ətimə. Amma ki, baxın, çıxardıbdır. Gəlmişəm evə deyirəm ki, inci. Həm də ki, xanım elə baha eləmirdi deyə bir elə dirəşmədim ki, bunu belə elə, onu elə. Yəni, ucuz eləyirdi. Normalda 15 manatdır da Bakıda. Hansı ustaya yaxınlaşdan 15 manat deyir. Amma bu xanım ucuz eləyirdi. Hətta 10 manatdan da aşağı eləyirdi. Amma əl işini bəyənmədim. Belə də ki, ucuz ətin şorbasının olasıdır. Qəbullandım. Belə pis görünmür. Amma ki, dediyim kimi buralarını uzun qoyubdu. Mənim dərim pisdir. O dəqiqə bu iç tərəfi var. Bu dırnaqla barmağın arasındakı ət qapqara olurdu. Baxsan ki, dırnağın arası deyil. Dırnaq yoxdur, onsuzdan arası qaralsın. Amma ki, o əti var, içəridəki əti. Bax, ora çox pis qara rəngə boyanırdı. Yəni, dərinin özü qaralırdı. Məcbur dedim, elətdirim. Sizin də göz zövqünüzü pozmuyum. Belə özüm də baxanda irgəncəmi, içərisi qara görünür. Sanki dırnağımın içi çirkilmiş kimi. Ona görə də dedim, düzəltdirim. Bunu da İnci həmişə getdiyi ustanın yanına getdim, ona düzəltdirdim. İnci gedir, yoldaşlar gedirlər. Model kimi deyir da, amma İnci 3-cü səfərdə gedir onun yanına. 3 dəfədə modeli olmur. Xanım deyir, gələn aydan da model kimi götürməyəcəm. Usta kimi işləyəcəm. Daha demədim ki, burada ətlər zadlar qoyubsan. Heç sənin yanına o qiymətə kim gələr? Bunu da biraz suya.
yapışsın şəkər xəmirinə. Qoyaq tortun altına. Hanımlar, tortu vəziyib qutarmışam, başıma gələnə baxın. Heç fikir verməmişəm. Yazı üçün ayırdığım yer burada qalıb. Şəkili isə fərqli vurmuşam. Dəhşət. Tortu da 2 başlıqdan istifadə elədim, hazırladım. Buna baxın. Yenə heç olmasa biraz var. Heç fikir verməmişəm bu şəkili qoyanda ki, belə olmalı idi, əslində belə baxmalı idi da. Fikir verməmişəm ki, bu tərəfdə olmalıdır. Bu tərəfə qoymalıyam. Görün necə alınıb. Bir dənə diqqətsizlikdən tort necə əyri alınıb. Bunu bəzəmişəm, hazırdır. Fırlatmaq da mümkünatı yoxdur. Məcbur bura qoyacağam. Buna baxın, nə qədər yer burada boşdur. Belə şey olar. Hər şey də hazırdır. Sonda görürəm ki, qoymamışam. Fikrin hardadır sənin? Vlog izləyirdim. Əzizəm vloguna baxırdım. Görürsünüz, amma başdan yox, qoyanda heç nəyə baxmırdım. Belə. Gətirim qoyum, görüm necə qoyuram, nağarıram. Çarələr tükənmir. Kəsdim, lap balacalaşdırdım. Belə altına vurdum. Öncə qəşəng alındı. Əslində müştərinin istəyi də tortun üzərində idi. Belə qəşəng oldu. Buna da şükür. Burada logomu yapışdırdım. Qəşəng oldu. Ən azından həm müştərinin istədiyi oldu, həm də ki mənim yanlışımın üstünü bağlaya bildik. Qəşəng oldu, şirin tort oldu. Tortda çarələr qutarmır, hələ işləyən özümüz isə. Hələlik xanımlar, bugünlük məndən bu qədər olsun. Bəyəndinizsə videonu bəyənib rəy yazmağı unutmayın. Ən azından hər hansı 2 dənə rəy yazsa sevinərəm. Kanalımız irəli çıxsın. Bu aralar nəsə video qoymadım deyə YouTube salıb məni lap arxaya. Öpürəm hər birinizi, gözəl bacılarım. Özünüzə yaxşı baxın. Əsas özünüzsünüz. Siz yaxşı olanda qıraqdakı hər kəs də sizə yaxşı olacaq. Hələlik.